Böyük maraq və diqqətlə izlənilən 9-cu Muğam televiziya müsabiqəsinin ikinci seçim mərhələsi baş tutub. Sumqayıtdan sonra növbəti seçim mərhələsi Şamaxı şəhərində baş tutub. Şamaxı Mədəniyyət Mərkəzində keçirilən seçimə Şamaxı ilə yanaşı Dağlıq Şirvan, Mərkəzi Aran, Şəki və Zaqatala bölgələrdən olan iştirakçılar da qatılıblar. Ümumilikdə dinlənilən 18 namizəddən 10-u növbəti mərhələyə keçə bilib. Qeyd eləyək ki, müsabiqənin seçim mərhələsi davam edir. Növbəti seçim Ağcabədi və Gəncə şəhərlərində olacaq. Maraqlı səslər var, həm az yaşlılar içində, həm böyük qruplarda. Daha insanlar, gənclərimiz daha çox həvəslə gəlirlər və artıq ikinci tura buradan seçimlərimiz elədik və mən düşünürəm ki, növbəti dəfə Allah qoysa Gəncə və Qarabağ bölgəsini. Bugün bir neçə səslər oldu ki, mən çoxları bəyəndim ki, belə az yaş olmağına baxmayaraq, amma muğama belə münasibətləri belə deyim ki, mükəmməl idi. Təbii ki, indi biz nəticələri gözləyirik, hələ bizim qarşıda ikinci turumuz var. Uğurlar arzu edirəm.